Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Röya Ayxan açıqlaması ilə diqqət çəkib xəbər verilir ki, sənətçi övladı Hüseyndən danışıb. Günah uğurla verilişinə qonaq olan xalq artisti peşman olduğu əməlindən danışıb. Bəzən peşman oluram. İndiki ağlım olsaydı Hüseyni heç vaxt tək qoymazdım. Ona mütləq bacı ya qardaş lazım idi. Təbii ki, eyni atadan uşaqların atalarını qarışdırmaq olmaz. Uşağın atası bir dənə olar. Çox uşağa sahib olun. Qoyun dalaşsınlar, barışsınlar, amma çox olsunlar. Mənim həyatdakı yeganə peşman olduğum əməlim budur. Biz çox qohumcanlı ailəyik. İnsanı gərək tək olmasın. İnsan gərək tək olmasın. Atam xəstə olanda mən işdə toyda olurdum. Onun yanında bacım, xala, bibi, əmi uşaqlarım olurdu. İndi tək arzum olur ki, qardaşım Ayxan da evlənsin. Artıq 34 yaşı var. Seçdiyi xanım var, amma o qızın barmağına üzük taxmayınca Ayxanın sözünə inanmıram. Onu da halal süd içmiş bir qıza əmanət etsəydim, ürəyim rahat olacaq. Kim istəsə onu da alacağam.